Ukraynadan gecə əməliyyatı, Rusiyanın strateji ərazisi vuruldu, ard-arda partlayışlar oldu. Ukrayna Təhlükəsizlik Xidmətinin pilotsuz uçuş aparatları təxminən 500 kilometr məsafə qət edərək Rusiyanın Pskov vilayətindəki neft bazasına zərbə endirib. Report xəbər verir ki, bu barədə RBK Ukrayna mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bu gecə Alfa xüsusi əməliyyatlar mərkəzinin pilotsuz uçuş aparatları Rusiyanın Pskov vilayətində yerləşən Velikolukskaya neft bazasını vurub. Nəticədə ən azı 4 partlayış qeydə alınıb, bundan sonra geniş miqyaslı yanğın başlayıb. Velikolukskaya neft bazası Rusiya-Belarus sərhəddindən 50 kilometr və Ukrayna ilə sərhəddən 200 kilometr məsafədə yerləşir. Neft bazasında dizel yanacağı, benzin və digər neft məhsulları saxlanılır.